Popcornlarınızı hazırlayın. İndi sizə film kimi bir hadisə danışacağım. Qısa təsəvvür eləyin ki, sevgilinizdən ayrılmısınız və bir Afrikalıya ərə gedirsiniz. Bu bir film senarisi deyil. Corinne Hoffman adlı İsveçrəli qadının gerçək həyat hekayəsi. O 1990-cı ildə sevgilisi ilə Kenya sahillərinə səyahət edir. Orada Samburu qəbiləsindən olan Ketinga adlı döyüşçü ilə qarşılaşır və qadın ilk baxışdan həmin döyüşçüyə aşiq olur. Avropaya qayıtdıqdan sonra qadın bu qəribə hisslərini unuda bilmir və sevgilisindən ayrılır. Corinne qısa müddət ərzində hər şeyini geridə qoyub Kenyaya geri dönür. Ketinga'nı yenidən tapıb ona öz hisslərini bildirir və qarşılıqlı eşqlə bir-biri ilə ailə həyatı qururlar. Toydan sonra qadın həmin qəbilə ilə bir yerdə yaşamağa başlayır. Amma necə? Telefon yox, su yox, elektrik yox, qəribə xəstəliklər, natəmizlik, mal-qara ilə bir ərazidə yaşamaq və s. Sevgisi naminə bütün bu çətinliklərə dözən Corinne'in bir müddət sonra bir qız övladı dünyaya gəlir. Lakin müəyyən müddət sonra bu fərqli cütlüyün arasındakı sevgi, qısqanclıq və mədəniyyət fərqini yaratdığı uçurumla əvəz olunur. Ketinga Corinne'in sərbəstliyini qəbul edə bilmir. Hər kəs Corinne'dən üz döndərir və qadın qəbilə daxilində yavaş-yavaş tək qalmağa başlayır. Nəhayət Corinne uşağını götürüb İsveçrəyə geri qayıdır. Qadın bu qeyri-adi macərasını The White Masai adlı kitabında yazır. Daha sonra bu kitab dünya üzrə bestseller olur və hətta filmi belə çəkilir. Bəs siz Corinne'in yerinə olsaydınız, nə edərdiniz? Gəlin qeybətləşək.